Salam dostlar, bu videoda OSI modelinə aid olan sualların 3-cü hissəsini izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Routerlar OSI modelinin neçənci layerində işləyir? Doğru cavab C variantı network layer. Routerlar OSI modelinin 3-cü layer olan network layerdə işləyir. Routerlar IP adreslərə əsasən paketləri forward edir. Keçək növbəti suala. 2 nömrəli sual. Hansı protokol bağlantı quraraq işləyir? Doğru cavab C variantı TCP. TCP data göndərməzdən əvvəl bağlantı qurur. Keçək növbəti suala. 3 nömrəli sual. Hansı layer datanı enkript edir, yəni ki şifrələyir? Doğru cavab B variantı presentation layer. Presentation layerdə data enkript və dekript olur. 4 nömrəli sual. DNS OSI modelinin neçənci layerində işləyir? Doğru cavab A variantı application. DNS OSI modelinin 7-ci layer olan application layerdə işləyir. DNS hostname'ləri IP adreslərə resolve edir. Keçək növbəti suala. 5 nömrəli sual. Fizikal layerdə PDO necə adlanır? Doğru cavab D variantı bit. Fizikal layerdə PDO bit adlanır. Data birinci layerdə bitlər ilə ötürülür. Keçək növbəti suala. 6 nömrəli sual. Encapsulation nədir? Dataya yuxarı layerdən aşağı layerlər gəldikcə başlıqların əlavə olunması encapsulation adlanır. Keçək növbəti suala. ARP protokolu OSI modelinin neçənci layerinə aiddir? Doğru cavab B variantı. ARP protokolu OSI modelinin 2-ci layeri olan Data Link layerə və 3-cü layeri olan Network layerə aiddir. ARP protokolunun açılışı Address Resolution protokolu. ARP protokolu vasitəsilə IP adreslərə aid olan MAC adresləri tapılır. Keçək növbəti suala. 8 nömrəli sual. Datanın formatının çevrilməsi hansı layerdədir? Doğru cavab A variantı presentation. Presentation layerdə data bir formatdan başqa bir formata çevrilir. Datanın bir formatdan başqa bir formata çevrilməsi presentation layerdə baş verir. Keçək növbəti suala. 9 nömrəli sual. Aşağıdakılardan hansı application layerə aid olan protokol deyil? Doğru cavab C variantı. TCP protokolu. TCP protokolu OSI modelinin 4-cü layeri olan transport layerə aiddir. Digər protokollar isə application layerə aiddir. HTTP, FTP, DNS protokolları application layerə aiddir. 10 nömrəli sual. Presentation layerdə datanın bir formatdan başqa bir formata çevrilməsinin məqsədi nədir? Fərqli sistemlərin başa düşməsi üçün data bir formatdan başqa bir formata çevrilir. Fərqli sistemlər fərqli data formatından istifadə edə bilər. Translation'da datanı uyğun formata çevirir. OSI modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Video faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.